Genra xanım, buyurun Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, mən nəzərə alaraq ki, mənim həmkarlarım da çıxış etmək istəyir, məndən sonra 4 nəfər. Mən sadəcə bir-iki məsələyə toxunacağım və təbii ki, bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın fəaliyyətini biz normal qiymətləndiririk və görürük ki, hər il daha da bu işin keyfiyyətində müsbət istiqamətlər daha da artır. Biz də millət vəkili olaraq müəyyən yazışmalar həyata keçiririk və onlara da mütəmadi olaraq cavabları alırıq. Mən bir məsələni vurğulayacağım ki, beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər də bu istiqamətdə çox önəmlidir. Özəlliklə mən sənəddə də öz əksini tapan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar icrası ilə bağlı, assambleya ilə bağlı məsələni qeyd etmək istəyirəm ki, bu çox önəmli bir məsələdir ki, Avropa Şurasının belə bir önəmli bir qurumunun sənədlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərin daimi şəkildə öz əksini tapması. Bu çox önəmlidir ki, assambleya zamanı Konqresin gündəliyində Ukrayna, Gürcüstan, Moldovada separatçılığa qarşı tədbirlər haqqında məsələ müzakirə olunan zaman oraya Azərbaycanın adının daxil edilməməsi bu böyük bir ikili standart olub və mən nümayəndə heyətimizi təbrik edirəm ki, onlar böyük bir səy göstərərək Azərbaycanın adını da bu gündəliyə salıblar və bu sənəddə də, yekun sənəddə də öz əksini tapıb ki, Azərbaycan, Gürcüstan, Moldovada separatçılıqdan əziyyət çəkən ölkələr deyə burada Azərbaycanın adının salınması, bütün bu sənədlərdə öz əksini tapması çox önəmli məsələdir. Çünki Avropa Şurasının sənədləri belə sənədlərdir ki, onun qurumlarının gələcəkdə bu kimi sənədlər mütləq ondan öncəki sənədlərdə istinad olur. Ona görə mən bu məsələni xüsusi vurğulayıram və bu istiqamətdə hesab edirəm ki, bax bu çox bir önəmli addım idi ki, bunu keçirə biliblər və bu öz əksini tapa bilib. Qeyd edəcəyim ikinci məsələ Elmira xanımın vurğuladığı məsələdir. Biz də müraciət göndəririk müəyyən qədər və hesabatda da öz əksini tapıb ki, 2196 müraciətdən 299-u adiyyatı qurumlara göndərilib, 1897 işə baxılıb, onlardan 122 müraciət təmin edilib. Təbii ki, vətəndaşların öz şikayətləri olanda, hansısa narazılıqları olanda bələdiyyələrdən onların bütün ümidlərini yönəltdiyi qurum budur və onlardan çox böyük belə deyək, ümidlə dəstək gözləyirlər. Mən baxdım ki, ötən illə müqayisədə 5,2 dəfə çoxdur, yəni bu müraciətlərin təmin olunması, amma hesab edirik ki, gələcəyə doğru vətəndaşların bax bu istiqamətdə müraciətlərinin daha da öz əksini tapması, yəni onların təmin olunması məsələsinə xüsusi diqqətin artırılmasına ehtiyac var. Üçüncü məsələ sənəddə vurğulanıb hesabatda. Bu bələdiyyələrin yalnız 3%-nin internet saytının olması ilə bağlı və çox gözəl bir layihədir irəli sürülüb ki, bunun qarşısının alınması üçün bir portalın yaradılması, istifadəyə verilməsi, ilkin mərhələ və s. kimi. Amma təbii ki, bunu artırmaq lazımdır ki, bizim bələdiyyə qurumlarımız həm istəyir vətəndaşların daha da maariflənməsi olsun, öz səslərini, müəyyən layihələri daha çox duyurmaları olsun, vətəndaşla əlaqələrin daha çox təmin olunmasında bu çox önəmli bir məsələdir və buna da önəmi daha da artırmaq lazımdır ki, gələcəyə doğru bunlar daha da artsınlar, amma o portalın yaradılması ki, çıxış yolu kimi qurum tərəfindən bunu biz müsbət hadisə kimi qiymətləndiririk. Və təbii ki, bələdiyyələrin əhali arasında nüfuzunun daha da artırılması yolları gələcəyə daha da işə düşməlidir. Bu da səlahiyyətlərin daha da çox artmasından gedir ki, bu məsələ yəqin ki, gələcəyə doğru daha da gündəmdə olacaq. Və mən bir məsələni nəzərdə çatdırım ki, burada bəzi fikirlər səslənəndə bəzən bələdiyyə var. Təbii ki, bələdiyyələrimizin içində yaxşı fəaliyyət göstərən bələdiyyələrimiz də var, fəaliyyəti yaxşı olmayan bələdiyyələr də var. Amma o yaxşı belə deyək, bələdiyyələrimizin fəaliyyətinin nəticələrində biz görürük ki, vətəndaş cəmiyyətindən vətəndaşlarımızla nə qədər birlik, bərabərlik içərisində təşəbbüskarlıq olanda işlər daha da yaxşı olunur. Burada Sumqayıt Bələdiyyəsinin rəhbəri yaxınlaşdı, Əbülfəz müəllim, və vurğuladı ki, biz xahiş edirik ki, bələdiyyələrlə bağlı tənqidlər səslənəndə
də bir məsələni xüsusi vurğulayırlar ki, torpaq satılır, torpaq satılır. 2007-ci ildən bu ləğv olunub. Ümumiyyətlə bələdiyyələrin torpaq satma məsələsi Hərrac müsabiqəsi komissiyasına verilib ki, o da biraz torpaq və xəritə çəkmə institutuna tabidir. Amma təbii ki, biz hamımız çalışmalıyıq, bələdiyyələrimizin fəaliyyətini daha da artsın. Bu vətəndaşlarımız üçün önəmlidir və nəzarəti edən qurum da təbii ki, vətəndaşlarımızın özəlliklə müraciətlərinin təmin olunması məsələsinə inanırıq ki, bundan sonra da diqqətlərini daha da artıracaqlar. Mən səs verəcəm bu sənədə və inanıram ki, gələn hesabat bundan da daha belə deyək, irəliyə doğru addım olacaq. Sağ olun.